İkinci, Quran ayələri tədricən nazil olduğuna görə ki, gəldi hissə 23 ilə 13 il Məkkə olmadığına və Quranın nuzulu Peyğəmbərin ömrünün son günlərinə qədər davam etdiyinə görə Quran müshəfdə cəm edilməmişdi. Yəni Peyğəmbər deyir ki, son anına qədər buna vəhiy gəlibsə, Quran-Kərim necə Peyğəmbər yıxsın bir yerə. Hələ vəhiy gəlir. Vəhiy kəsilməlidir ki, bu daşların, taxtanın, nə bilim, əşyaların, qabığın, dərin üzərinə yazılmış olan Quranı Peyğəmbər köçürtdürsün, kitab halına saldırsa, bana vaxt lazımdır. Bir halda ki, Peyğəmbərin son anına qədər buna vəhiy gəlib. Nədir çatdırdı Peyğəmbər əşyalarının üzərinə köçürülmüş Quranı yazılsın, kitab halına saldırsın? Aydınlıqla o deyil. Bu da ikinci məsələ. Çünki hər zaman ayə və surələrin nazil olması gözlənilirdi. İndi bunu deyir də, mümkün məsələn, bugün biz bövründə deyək ki, kimdir ki, son nəfəsdən qədər? Kimdir son nəfəsdən qədər? Məsələn, Madə 3 axırıncı ayədir, o da gəlib, deyək, qədəxun məsələsində. Yəni, Peyğəmbərin vəfatından bir neçə ay qabaq. Bir neçə aya bir şey etmək olardı da, Quran-Kərim yıxsından bir yerə. Kimdir ki, kimdir ki, məsələn, Peyğəmbər can üstündə bir ayə gəlirdi. Çünki qədəxun məsələsi Madə 67-ci ayədir və qədəxun məsələsi oldu, Madə 3 gəldi ki, din tamamlandı. Ondan sonra vəhiy gəlməyib də, ayə ünvanında. Ayə ünvanında vəhiy gəlməyib. Və qədəxun məsələsindən Səfər ayının Peyğəmbər vəfatına qədər də bir neçə ay ki var, onda Peyğəmbərin iş görürsün mümkündür. Yəni, bu sözün müqalı mən bir söz dedim burada ki, yəni, qeyd olsun. Çünki hər zaman ayə surə gələ bilərdi. Buna görə də Peyğəmbər özü surələri ardıcıllıqla yığmamış, Quranı bir məsələ cəm eləməyib, gəlsin Peyğəmbər Quran-Kərim bir yığsın, kitab halına salsın, deyir, yox. Yəni, çatdırmayıb, belə deyək. Əla Məhəmməd Cəlal Bəlaği. Baxın, bunların içərisində mümkün deyək ki, sünni və şii alimi olsun. Biz demək ki, burada fərq eləməz sünni və şii. Hamısı dəyərli alimlərdir, hamısı qardaşlardır, sünni qardaşlarımızın alimlərdir. Mümkün bunun fikir hansı şii alimi desin, normaldır. Peyğəmbər həyatda ikən vəhyin nuzulu davam etdiyinə görə Quran bir müshəfdə cəm edilmədi. Çatdırma məsələsi var, çatdırmadı. Söz yox ki, nazil olan bütün ayələr müsəlmanların sinələrində və onların əl yazmasında yer almışdı. Əvvəllər oxumuşdur da, müshəf sözü yoxdur, amma bəzi var ki, öz arzı qeydləyirlər. Peyğəmbər vəfatından sonra da əlavə qutardılar yarımçı qaldıqlarını və olub bir kitab falan kəsin müshəfi. Peyğəmbər dünya ilə vidalaşdıqdan və vəhyin nuzulu sonra çatan sonra, o ki Peyğəmbər dünyasını dəyişir və vəhiy gəlmədi, belə ki artıq vəhiy gəlmirdi, müsəlmanlar qərarı aldılar ki, Quranın bir müshəfdə yığsınlar. Daha Peyğəmbər dünyasını dəyişdi, daha vəhiy də gəlmədi. Nə eləyək? Bura yığılmış, pərakəndə olan bu əşyaların üzərində olan Quranı biz yığaq, kitab halına salaq. Beləliklə, alərini minlərlə Quran hafizinin, nə ki, hafizlər var da, hamısını çağırırdılar. Bilən şahid ünvanında. Məsələn, belə bir ayə var. Bundan sonra deyir, və şəməsi sonra falan ayə. Qulğul əhəd sonra Allahu səməd. Yəni, şahid ünvanında nə qədər hafiz var. Hamısını çağırırdılar ki, biz Quran-Kərim yığırıq bir yerə. Bu aydan sonra bu ayə gəlirdi, deyirlər ki, onların şahidliyinə nəzarət altında və Peyğəmbərə mənsub olan əl yazmalara, ha belə vəhiy katiblərinin və digər müsəlmanların ixtiyarında olan əl yazmaya istinadən hafizlər, katiblər və digər yazanlar, belə ki, bu kitabələrdə bir neçə ayə, yaxud bir silsilə ayələr və ya surələr yazılmışdı ki, bəzisi özü üçün yaddaşlayırdı. Gəllicə vəhiy, həm hafiz, həm də yazılır ki, mən özüm olsun evimdə yaddaş tapsam, Quran özü. Quranın cəm etdilər bu yollarla. Bəli, bu cəm edilmə də Quran nuzul ardıcılığı cəm edilmədi. Nuzulla yox, yəni birinci əlaqlə yox. Və
mənsux ayələr, nasix ayələrdən qabaq yerləşdirilmədi. Mənsux ayə nədir? Ləğv olunmuş. Nasix nədir? Ləğv eləyən ayə. Mənsux ayələr, yəni ləğv olunmuş ayə, nasix, yəni ləğvlən ayədən qabaq yerləşdirilməlidir. Adətən belə olmalıdır ki, əvvəl gəlir mənsux ayə, ləğv olunmuş, sonra gəlir nasix, ləğvləyən, qüvvədən salan. Deyir, bura beləcə olmadı. Bu dəlili çoxları qeyd ediblər, adda qeyd edib. Əl-Burhan kitabı müəllifi Zərkeşidir, Sünnə alimidir. Üçüncü dəlil, dəlil 3. Həm şiə, həm də sünni mənbələrində hədisət çoxdur ki, Əleyhisselam Peyğəmbər vəfatından sonra Quranı cəm eləyib. Əgər Quran Peyğəmbərin salığında hal-hazır ki, indiki Quran kimi cəm olunmuşsa, bəs onda Əleyhisselam o Peyğəmbər vəfatından sonra niyə bu addımı atıb? Demiş ki, Əleyhisselam onun bölümündə yazmış ki, təfsirində, ayə filan kəs barəsindədir. Deyir, yaxşı, bildiyi, təfsirlə işimiz yox. Əgər Quran-ı Kərim cəm olubsa, Peyğəmbərin dövründə, Əleyhisselam deyir, deyə mən əba atmayacam, çiynimə, cümlə namazından başqa, bu niyə desin? Bu da yaxşı sözdür. Niyə bu adım atsın? Nə üçün Peyğəmbər Əli ibn Əbi Talib oxumuşdur, tapışır, bəs ya Əli, məndən sonra Quran-ı Kərim cəm elə. Əgər Quran-ı Kərim cəm olmuşsa, niyə Peyğəmbər tapşırsın Əliyə ki, Quran-ı Kərim cəm elə? Bu da yaxşı sözdür. Əllah Məhəmməd cavab bəlağı deyir ki, hamıya məlumdur ki, Peyğəmbərin vəfatından sonra Quranı nuzul ardılığı ilə cəm etməkdən ötürü Əleyhisselam yalnız namaz üçün əbasını çiynə salardı. Cümlə namazı üçün. Deməli, bu adımı İmam Əli niyə atsın? Deməli, cəm olunmağa ehtiyac var və cəm olunmuyub ki, Peyğəmbər buna vəsiyyət edir, İmam da bunu eləyir. Əlbəttə təbə deyir ki, Peyğəmbərin vəfatından sonra İmam Əlinin Quranın cəm etməsi şiə kitablarına çoxdur. İndi cəm etməsi o xaricdə. İndi bu Əleyhisselam Quran-ı Kərimi nə cür cəm eləyib? Necə cəm eləyib? Peyğəmbər gələn formada, yoxsa birinci Fatihə qeyd etməli ilə cəm eləyib? O bizə gərək məlum olsun.